Müşfiqi niye gör öldürdüler? Müşfiq 33'te gör ne yazır? Bu ne yoldu? Daşnak yolu. Her deresi qanla dolu. Ne acıdır bunun adı? O denizden bu denize deyip çıktı sinemize. Gah taptadı, gah doğradı. Elinde baş, dişinde et. Tanırsınız o celladı. Ne bağ kaldı ne de bağban. Ölüm, dehşet, tüfeng, duman sinemizi parçaladı. Bilen bilir bu dehşete, bu uğursuz felakete. Kim el çaldı, kim ağladı? Bunu Müşfiq gördüklerin yazırdı. Allah rahmet eylesin. Cavid Efendi'den değil. Türk ordusu daim basarak ölkeler almış. En sonunda siyasette basılmış ve bunalmış. Bakıdan 18. ildə Bakıdan 30 bin insanı qətlə yetirdiler. Bütün Şamaxının 52 bin əhalisi var idi. 80 məhəlləsi var idi. 7 bazarı var idi. 24 məscidi var idi. Onlar darmadağınlar Şamaxdan 54 bin əhaliden 2 bin əhali qayıtdı. Qubanı nə günə qoydular? Lənkəranı, Səlyanı nə günə qoydular onlar? Azərbaycanı nə edilər onlar? Bilirsiniz onlar necə? Onlar təpədən, çarın vaxtında da onlar silahlı olub təpədən dırnağa biz silah götürməmişik. Sovetin vaxtında da onlar təpədən dırnağa silahlı olub biz qardaş demişik, silahsız gəzdirməmişik. Və 30 ildir görürsünüz bizim başımızdan oyun gətirirlər. Bunlar bir vəhşi, bir bəladır, bir faciədir Türk milləti için. Önce dediğim kimi, gör bu 150 il bundan qabaq yazır ki, yer üzündə nə qədər Türk var, hamısı qətlə yetirib öldürülməlidir. Nəyə görə? Nəyə görə?